o sevgi deyilən o duyğunun bir qız uşağı, bax diqqət edin, bir qız uşağı naməhrəm oğlan tərəfindən saçı sığallanan kimi ona rahat-rahat meylənirsə, onun birinci xətası var. Onun birinci yaxası bizi ki, o atan yaxasından tutmaq lazımdır. O ataya belə yaxası tutmaq, bura gəl, kəlləni birinci o ataya keçirmək lazım ki, sən bu qızın necə olur ki, bir dənə sığal görən kimi sırazı bir başqa oğlana sırazı rahat-rahat kəndini kaptıracaq bir hala gəlir. Allah Resulü aleyhissalatü vesselam Hazreti Fatimə anamızın ən körpəli bağı bütün qızların hər zaman saçlarını darayarmış. Həqiqətən saçlarını darayarmış. Tam səmimi deyirəm, bu saç darama məsələsini belə şey alırıq, xəfif alırıq. Amma çox önəmli bir məsələymiş. Deyir, bu ümumiyyətcə Allah Azza və Cəllə niyə xanımın başına hicabı istəyir? Xanımın əksəriyyətən bəzi alimlər deyir ki, %80 enerjisi başından qaynaqlanır. Bəli, bütün enerji sistemi saçından qaynaqlanır və enerji ötürümü də oradan qaynaqlanır. Saç şeyi yoxdur mu? Yəni o xoşallanma duyğusu şeydə birinci növbədə saçdan başlayır. Pozitiv enerjisini də oradan ötürür, pozitiv enerjisini də oradan alır.